Yoldaşlar, 21 sınavın izahına baxırıq. 61-ci suala baxırıq. Euler-Venn diaqramıdır. Sink və manqan üzərindən təhlil edəcəyik. Deməli, birinci sinki baxırıq. Sinki qeyd edək. Sıra nömrəsi 30-dur. Biz bilirik ki, sıra nömrəsi 30 deyiriksə, bu onun nüvəsinin yükünü, eyni zamanda proton sayını göstərir. Əgər söhbət neytral atomdan gedirsə, protonun sayı elektronun sayına bərabərdir. Deməli, bizdə də neytral atom olduğu üçün sink 30 protona sahibdir və eyni zamanda sink 30 elektrona sahibdir deyə bilirik. Və biz 30 elektronu bu şəkildə təbəqələrlə bölüşdürəcəyik. 2, 8, 8, 2. Dördüncü təbəqədə 2 elektronu qeyd etdikdən sonra artıq qalan elektronlarımızı 3-cü təbəqədə D yarım səviyyəsinə əlavə edirik. Bizim 20 elektronumuzu yerləşdirmişik, qalıb 10 elektronumuz. Həmin 10 elektron üçün D-sinə əlavə olunur. Ümumilikdə belə təhlil etsək, birinci təbəqədə 1 yarım səviyyə olur, S yarım səviyyəsi. Orada 2 elektron var. İkincidə həm S olur, həm P olur. İkisi S-də, 6-sı P-də olur. Üçüncüdə həm S, həm P, həm D olur. S-də 2, P-də 6, D-də hazırda bizdə 10 elektron olduğu üçün D-də 10 elektron qeyd edəcəyik. Dördüncü təbəqədə hazırda bizdə yalnız S-də elektrondur. Sink üçün bunları qeyd etdik. Sonra gəlirik manqan üçün bunu qeyd etməyə. Manqan sıra nömrəsi 25-dir. Eyni ilə 2, 8, 8, 2. 20-sini yerləşdirdikdən sonra 5 elektronumuz artıq qaldı və o gəldi 3-cü təbəqəyə. Onda da elektronları yarım səviyyələr üzrə də göstərsək, birincidə təbəqədə 2, ikincidə 2 və 6 göstərəcək SP, üçüncüdə 2, 6, D-sində 5 elektron olduğu üçün 5 göstərdik, dördüncü təbəqədə 2 elektron. Sonrasına baxaq bizə nə deyir? Dördüncü dövr elementlərdə, bəli, hər birinə baxın 4 təbəqə müşahidə olunur. 4 təbəqə varsa, deməli, dördüncü dövr elementləridir. Bu ortaqdır. Getdi ortaya. İkinci fikirdə deyir ki, normal halda P elektronları bütün elektronların 40%-ni təşkil edir. P elektronları bizdə görünür ki, ikinci və üçüncü təbəqələrdə var. Sink üçün P elektronları 12-dir. 12-ni bölsək, ümumi elektron sayı 30-a və 100-ə vursaq, bu həqiqətən də 40% edir. Manqan üçün yoxlayaq. 12-ni bölsək 25-ə, vursaq 100-ə, bu 1, 4, 48% edir. Deməli, 40% isə sinka uyğun gəldi və ikinci gəldi sink dairəsinə. 3-də normal halda cütləşməmiş elektronu yoxdur. Yəni, tək elektronu yoxdur demək istəyir. Tək elektron sinkdə yoxdur. Sinkin sonluğu bu şəkildədir. 3D10, 4S2. D-də 5 xana var. Hamısı cüt elektronla götürübdür. S-də 1 xana var. O da cüt elektronunu götürübdür. Tək elektronu yoxdur. Manqanda isə sonluğu 3D5, 4S2-dir. D-sində 5 xana var. Amma hamısında elektronlar tək-təkdir. Fikir versiniz. 4S-də 1 xana var. Orada elektronlar cüt şəklindədir. Amma bizdən nə istəyir? Deyir ki, hansında tək elektron yoxdur. Manqanda olduğu üçün biz cavabımızı yalnız sinkə aid edəcəyik. 3 getdi sinkə. Dördüncüyə baxırıq. Normal halda S elektronları bütün elektronların 32%-ni təşkil edir. Baxaq. Sink üçün baxıram. Sinkdə S elektronların sayı 2, 2, 2, 2. 4 dənə 2-miz var. Baxırsınız. 4 vuraq 2 bölək 30 vuraq 100. Buradan mən bir cavab alacağımı düşünmürəm. Elə bir 80 bölək 30 olur, 3 olur. Sıfırını aparmışam. Digərinə baxırıq. Manqanda da 2, 2, 2. Yenə 4 vuraq 2-dir. Bölürük 25-ə. Vururuq 100-ə. 1 dəfə, 4 dəfə, 4-ü də 8-ə vuranda edər 32%. Ona görə, deməli, 4-cü də gəldi manqana. Bizdə olacaq 1-ə getdi 2, 3, 2-yə getdi 4. Yerləşməyə fikir verin, uşaqlar. Belə çaşdırırlar imtihanda da adamı.
ardıcılığa baxırsınız, Venn diaqramını biz öyrəşmişik ki, 1, 2, 3 şəklində ayırsınlar. Amma fikir verin, burada 1 sinka aiddir, 2 manqana aiddir, 3 ortaqdır. Burada isə ardıcılığa baxın, 1, 2, 3 şəklindədir. Buna mütləq fikir vermək lazımdır. Belə xırda məqamlara, imtahana diqqət edin. Birinciyə getdi 2, 3. Okey, bu ola bilər. Burada ola bilər. Digərlər getdi. İkinciyə 4 gedir. İkinciyə 4 gedir. Görün, A və C nə qədər yaxını, bir balaca diqqətsizliklə burada yanlış cavabı götürə bilərik. Ona görə cavabımız oldu C variantı. Baxaq növbəti sualımıza. 62-ci sual. Yenə dövr sistemi cədvəlindən bir hissə verilmişdir. Y-in qısa elektron formulunu müəyyən edin deyir. Biz Y-in qısa elektron formulunu X-ə nəzərən tapacağıq. Bu, kiçik dövrlərdən bir hissə verilibdir. Adətən belə hissə verəndə həmişə kiçik dövrlərdən verirlər. Burada mətndə yarımçıqlıq var. Gərək mətndə qeyd edərdilər bunu. Yenə də baxırıq. Qayda necədir? Kiçik dövrlərdə hər sonraki element özündən əvvəlkindən 8 vahid uzaqlıqdadır. Yəni, baxın, X-in altındakı burada 9-dursa, X-in sıra nömrəsi baxırsınız, 9-dur da burada. Kənarında baxın, qeyd edir burada 9. 9-dursa, ondan 8 vahid çox olacaq altındakı. 8 vahid çox olanda olur neçə? 17. Düzdür. Bura 17-dirsə, bura 16-dır. O halda bura 15-dir. Y15, Y üçün elektron formulunu quraq. Tapdıq ki, Y-in sıra nömrəsi 15-dir. Bu deməkdir ki, onun elektron formulunda biz belə yaza bilərik. Bölüşdürürəm təbəqələrdə. 2, 8, 10-u getdi. Üçüncüyə qaldı 5. Xarici təbəqəm üçüncüdür və orada cəmi 5 elektron var. O da 3s2, 3p3 şəklindədir. Baxırıq, harada var? B variantında. Doğru cavab götürdük. 62-ni etdik. Baxırıq 63-cü suala. Xlorun neçə faizi reduksiya olunub deyir. Biz birinci reaksiyamızı yazaq, əmsallaşdıraq. Kalium xloro 3-dən alınır kalium xlor və kalium xloro 4. Bunu əmsallaşdırmağın, oksidaşma reduksiya ilə etməyin faydası var. Birincisi, gəlin yadımıza salaq ki, bu hansı oksidaşma reduksiya reaksiyası tipinə aiddir. Bunun üçün də biz oksidaşma dərəcələrinə fikir verməliyik. Oksidaşma dərəcəsinin tapılma qaydasına görə qaydanı burada təkrar edəsiz deyə təkrar səsləndirirəm. Oksigenin üzərinə -2, kalium üzərinə -1 qeyd edirik. Çünki bunlar sabitdir, dəyişməzdir. Xloru X kimi düşünsək və biz bilirik ki, bunların cəbri cəmi 0-a bərabər olmalıdır. Molekullarda 0-a, iyonlarda isə iyonun yükünə bərabərdir. Bu halda qayda belə olacaq. -1 vuraq 1. Bunun hamısını yadınıza salasız deyə təkrar yazıram. Toxunuram bu hissələrə. Oksigen -2 vuraq 3. Bərabərdir 0. Normal bir tənlik aldıq. Bu tənliyi biz həll edək. -1 üstə gələ x çıxaq 6 bərabərdir 0-a. X bərabərdir -5-ə. Müəyyənləşdirdik ki, burada kalium xlor O3 birləşməsində xlorun oksidaşma dərəcəsi -5-ə bərabərdir. Yazırıq. Deməli, hissələrdə silək. Çünki bunlar artıq bizə lazım deyil. Xlor -5. Bu tərəfdə həmin qayda ilə xlor -1. Digərində isə xlor -7-dir. Həll etsəz görərsiniz. Gördük ki, oksidaşma dərəcəsini dəyişən xlor bir oksidaşma dərəcəsindən 2 müxtəlif oksidaşma dərəcəsinə dəyişdi. Bu nə deməkdir? Bu deməkdir ki, deməli, burada bir atom və ya bir hər hansı bir element deyək də, oksidaşma dərəcəsini reaksiyada həm özünü oksidaşdırıcı, həm reduksiya edici kimi aparır. Biz buna da disproporsiya reaksiyaları və ya öz-özünə oksidaşma reaksiyaları, oksidaşma reduksiya reaksiyaları deyirik. Deməli, bu öz-özünəyə aiddir. Qısaca desək, disproporsiya tipinə aiddir. Onda qeyd edirik, xlor -5-dən bir dəfə xlor -1-ə gəlir. Bu zaman 6 elektron qəbul etmiş olur. Bir dəfə də xlor -5-dən -7-yə gəlmiş olur. Bu zaman xlor 2 elektron itirmiş olur.
6, 2. İxtisar edirik 3, 1. Sonra çarpaz şəkildə yerlərini dəyişirik. 1, 3. Və biz bunları aldıqlarımızı harda yerinə yazırıq? Əlbəttə ki, gəldiyi vəziyyətdə. Çünki başlanğıcda fikir verirsəz, hər ikisi müsbət 5 olan xlordan söhbət gedir. Mən nə bilməliyəm ki, xlor müsbət 5-də. Yəni mən onun ikisi də müsbət 5-dir də. Onun qarşısına 1 mi yazım, yoxsa 3 mü yazım? Ona görə biz onun gəldiyi vəziyyətdə nəzərə alırıq. Dəyişdiyi vəziyyətini nəzərə alırıq. Sonra ümumiləşdirib başlanğıc vəziyyətini qeyd edəcəyik. Müsbət 5-dən mənfi 1-ə gələn, bunun rəngini dəyişim görəsiniz. Müsbət 5-dən mənfi 1-ə gələn xlorun qarşısına, əmsalına 1 yazmalıyım. Normalda bilirsiniz, əmsala 1 yazılmır, amma mən burada qeyd edəcəm ki, yəni biz bu maddə ilə işləmişik. Sonra, xlor müsbət 7-yə gələn vəziyyətində isə qarşısına 3 yazmalıyıq. Yazaq. Bizim bircə əmsalına toxunmadığımız soldakı maddəmiz qaldı. Onda da uyğunlaşdırırıq. Təklif edirəm ki, ən yaxşı uyğunlaşdırma variantı oksigenin sayındandır. Oksigenin sayı sizi çox vaxtı xilas edəcək. 3-ü vurduq 4-ə, 12 oksigen var sağda. Solda 12 oksigen olması üçün qarşısına 4 yazıram. Gəlin kalium yoxlayaq. 1 kalium, 3 kalium, 4 kalium edədir. Həmçində 4 xlor solda var və 4 xlor da sağda var. Biz bunu tam əmsallaşdırdıq. Deyir ki, şərtdə, xlorun neçə faizi reduksiya olunub. Reduksiya olunub nə deməkdir? Yəni azalıb. 4 xlor. Burada oksidaşma dərəcəsini dəyişən 4 xlor var. Ondan cəmi 1-i azalmaya gedibdir. Bu neçə faiz eləyir? 4 xlor var idi iştirak edən. Bu hansı ki 100% idi. Ondan 1-i azalmaya getdi. Bu olacaq təbii ki 25%. Cavabımız olur B variantı 25%. Sonra 64-cü suala baxırıq. P2O5-in əmələ gəlmə istədiyi 1500 kJ bölünsün moldur. Yanma zamanı bu qədər oksigen sərf olunduqda ayrılan istiliyi hesablayın. Ümumiyyətcə, yadımıza salaq istilik effekti dərsini. Biz bilirik ki, reaksiyanın istilik effekti bütün əmsallarda necə var, elə olduğu kimi nəzərə alınır. İstilik effekti mövzusunda. Bir maddən əmələ gəlmə istiliyindən danışırıqsa, əmələ gələn maddə mütləq şəkildə bəsit maddələrdən əmələ gəlməlidir. Və əmələ gələn maddənin biz 1 moluna görə hesablama aparacağıq. İndi bizə deyir ki, P2O5-in əmələ gəlmə istiliyi 1500-dür. Bunu mən tam, belə deyim, biraz işləyən adamlar, yəni işləyən yoldaşlarımız ki var, mövzuya daha çox hakim olanlar, onlar bunu belə havadan da hesablayarlar. Amma bizim məqsədimiz daha dərindən öyrətməkdir, açıqlamaqdır. Onun üçün reaksiyanı öncədən yazıram və o reaksiyanı əmsallaşdırıram. Məhsullarım budur. Yəni, iştirak edən maddəm və məhsulum P2O5. Əmsallaşdırmalıyam. Oksigenə baxıram. Deyir ki, solda cütdür, sağda tək saydadır. Təbii ki, mən bunu bir əkoba gətirməliyəm. Əkobu 10 düşünürəm. P2O5-in qarşısına 2 düşür. Oksigenin qarşısına 5 düşür və fosforun qarşısına 4 düşür. Burada deyir ki, əmələ gəlmə istiliyi 1500-dür. Fikir verirsiniz. Əmələ gəlmə istiliyi 1500-dürsə, axı əmələ gəlmə istiliyi həmişə 1 mol maddəyə görə hesablanır. Bayaq mən nə dedim? 1 molun əmələ gəlmə istiliyi 1500-dürsə, məndə nə qədər əmələ gəlib? 2 mol. Düzdür? 2 mol əmələ gələrkən reaksiyanın istiliyi effekti nə qədər olar? X. Həmin X də bərabərdir 2 dəfə çox, 3000-ə. Kilojol böləyim. Deməli, mənim reaksiyanın istiliyi effekti plus 3000-dir. Burada kilojol da var da. Plus 3000. Reaksiyanın istiliyi effekti. İndi bu mənə nə deyir? Deyir ki, 22,4 litr oksigen sərf olunarsa, ayrılan istiliyi tap. Normal hər şey hazırdır. İndi mən tənasübümü quracağım. Deyirəm ki, məndə normalda reaksiyada 5 vuraq 22,4 litr girir. Düzdür reaksiya. Bu zaman 3000 kilojol istiliyi ayrılır. Bəs yaxşı 22,4 litr oksigen girsə nə qədər ayrılır? X qədər. Tənasübüm hazırdır. X bərabərdir
22,4 vuraq 3000 bölək 5 vuraq 22,4. Bu şəkildə yazdım, amma birazdan belə izah etməyəcəm. Elə birbaşa üstündə ixtisarını aparacaq. 22,4-lər getdi. 3000-i 5-ə bölürük, o da 600 edər. Cavab oldu C bənd. 65-ci suala baxırıq. Deməli, x, y-i hesablayın deyir. Söhbət CH4-dən gedir. Molekul sayı 9,3 vuraq 10^23-dür. Aha, biz bilirik ki, hər 1 mol maddənin molekul sayı 6,2 vurulsun 10^23-ə bərabərdir. Həmçinin 1 mol maddənin tutduğu, qazın tutduğu həcm 22,4 litrə bərabərdir. 1 mol maddənin kütləsi onun molyar kütləsinə bərabərdir. Bu CH4-də də 16-ya bərabərdir. Düzdür? İndi bundan istifadə edəcəm. Deyirəm ki, normalda 6,2 vuraq 10^23 olanda həcmi 22,4 litr olurdu. 9,3 vuraq 10^23 olanda həcmi neçə olar? X. Bu x-i hesablayanda çıxır 33,6 litr. Deməli, burada durdu 33,6. Balaca deyə biraz yaxşı yaza bilmədim. Həmçinin kütləsinə baxırıq. Deməli, 1 molun kütləsi 16-dır, düzdür? Bu da eyni zamanda 6,2 vuraq 10^23-ün kütləsi 16-dır deməkdir. 9,3 vuraq 10^23-ün kütləsi nə qədərdir? X. X də bərabərdir 24. Biz 33,6 və 24 cavablarını götürürük. Cavab olur C bəndi. Sonra 66-cı suala baxırıq. X-in normal şəraitdə sıxlığı 1,125 qram bölək litr olarsa. Testlərdə baxırsınız, imtihanda da bu tipdə suallar düşür. Normal şəraitdə sıxlıqdan söhbət gedirsə, biz onun molyar kütləsini tapmaq üçün rho bərabərdir molyar kütlə bölünsün V M düsturundan istifadə edirik. Tez bazar M bərabərdir rho vurulsun V molyar. Rho-nu 1,125 veribdir. V molyar da 22,4-dür. Buna vururuq. Bərabərdir 28 eləməlidir bunun cavabı. 23,4, 4-də 1-i də gələn üstünə 5,6, 27, 28, 28 eləyir. Deməli, molyar kütlə bərabərdir 28-ə. Qaz qarışığının orta molyar kütləsini hesablayın deyir. Aha, deməli, X-in kütləsini tapdıq. X 28-dir və bizdə var CH4, yəni 16. Mən burada kütlələrini yazdım sadəcə. Qarışıqda maddələrin miqdarı mol olaraq və bizdən orta molyar kütlə istəyir. Orta molyar kütlənin düsturunu yadımıza salırıq. Normal riyaziyyatda istifadə etdiyiniz ədədi ortanın tapılması qaydasıdır. Heç özünüzü çətinə salmayın. Məndə burada olacaqdır. Birinci maddə nü deyək ki X, vurulsun MX, üstə gələk nü CH4, vuraq MCH4. Yəqin başa düşürsünüz bu nə deməkdir. Və onların nülərinin cəminə də bölürük. Yəni, hər bir maddənin, sizə neçə maddə verirsə versin, hər birinin molunu, maddə miqdarını molyar kütləsinə vururuq, toplayırıq və maddə miqdarlarının cəminə bölürük. Bu bizim üçün olur M orta bərabərdir. X-i veribdir bizə A mol, kütləsi isə 28, üstə gələk, CH4-ü verib 2A mol, kütləsi isə 16, vurduq. Bölürük A üstə gələk 2A-nın cəminə. Bərabərdir 28A, üstə gələk 32A, bölünsün 3A. 28 ilə 32-nin cəmi 60 edər. 60A-nı da 3A-ya böləndə bizdə qalar 20. Deməli, M ortası oldu. A variantı 20. 67-ci suala baxırıq. Biraz böyütməyə çalışın. Aha.
Aha. 67-ci sualda 2 CO üstəgəl oksigen və alınır 2 CO2 reaksiyası üçün nə doğrudur? 2 CO-nun qatılığını 2 dəfə artırdıqda reaksiyanın sürəti 2 dəfə artar. Reaksiyanın sürətinin artması hallarından biri həqiqətən də belədir ki, başlanğıc maddələrə baxırıq. Bu başlanğıc maddələr üzərindən gedir. CO-nun kvadratı vurulsun oksigen. Bu şəkildə. CO-nun qatılığını 2 dəfə artıranda burada 2-nin kvadratı qədər artır. 2-nin kvadratı qədər artma 4 dəfə artma deməkdir. Bu isə deyir 2 dəfə artır. Deməli, birinci fikir yanlışdır. Əslində 4 dəfə artmalıydı. Təzyiqi 2 dəfə artırdıqda reaksiyanın sürəti 8 dəfə artır. Burada söhbət təzyiqdən gedirsə, biz onda mütləq şəkildə qazlara baxmalıyıq. Başlanğıcda bizə verilən maddələrin hər ikisi qaz halındadır. Onda bizim düsturumuz bu şəkil alacaq. K vurulsun P CO-nun kvadratı vurulsun P O2. CO-ya görə 2 dəfə artıranda 2-nin kvadratı qədər, oksigenə görə 2 dəfə artıranda 2 dəfə artmış olur. Və buradan cavab həqiqətən də 8 alınır. Deməli, 8 dəfə artar. İkinci fikir doğrudur. CO-nun qatılığını 2 dəfə azaldıb, oksigenin qatılığını 2 dəfə artırdıqda reaksiyanın sürəti necə dəyişər? Bunu da yoxlayaq. Qatılıqdır, bu düstur üzərindən gedirik və bərabərdir. Onda olacaqdır, CO-nun qatılığını 2 dəfə azaldır. Yəni 2-də 1-in kvadratı. Oksigenin qatılığını 2 dəfə artırır. Oksigeni 2 dəfə artırdıq. Bərabərdir. 4-də 1 vuraq 2, 2-də 1 eləyir. Və sürət 2 dəfə azaldı. 1-dən əvvəlki 1 götürmüşdüksə, ondan 2 dəfə azaldı. Deməli, 3-cü fikirdə doğrudur. D variantı cavabımız olur. Sonra 68-ci sualda yenə bir istili effekti sualıdır. Reaksiya tənliyinə əsasən 7 qram etilin tam yanarsa, hansı ifadələr doğrudur? Normalda 28 qram etilin yanır, fikir verirsiniz. 68-ci sualda 28 qram etilin yananda 1412 kilojoule istiliyə ayrılır. Hələ ki bunu görürəm. Şərtdə deyir ki, 7 qram etilin yanarsa. 7 qram etilin yanarsa nə qədər istiliyə ayrılır? X. 4 dəfə azdırsa, bu da 4 dəfə az olmalıdır. O da olacaqdır. 1412-ni 4-ə böləndə 3, beynim yandı, 21-i 4-ə böləndə 5, 10, 2-ni də 4-ə böləndə 3. 353 eləyir də, hə? 353 A qədər. Ödədi. Deməli, birinci fikir doğrudur. İkincidə deyir 16,8 A litr oksigen sərf olunur. Onda belə baxaq. 28 girəndə ona 3 vuraq 22,4 lazım idi. 7A-da X-dir. X də bərabərdir. 1 dəfə, 4 dəfə. 4 ilə 22,4 ixtisar etsək 5,6. 5,6-nı da 3-ə vuranda 15, 16,8 edir. Bəli, düzdür, 16,8 edir. Deməli, ikinci fikir də doğrudur. Bu da A da olur da, təbii ki, dəyişən qalır. 1,5 A Na sayda su molekulu alınır deyir. Buna da baxaq. 28 qram gedəndə 2 Na su ayrılmışdı. 7 A-da isə X-dir. Bu 4 dəfə azsa, bu da 4 dəfə az. 0,5 Na olmalı idi. Amma bu deyir 1,5 Na-dır. Deməli, üçüncü fikir yanlışdır. Doğru olur 1-lə 2 D variantı. 69-cu sual. Magnezyumun yanma istiliyi 2 olarsa 48 qram magnezyum yandıqda neçə kilojoule istiliyi ayrılır? Yanma istiliyi də yoldaşlar yanan maddənin 1 moluna görə hesablanır. Magnezyumun yanma reaksiyasını yazırıq. Əmsallaşdıranda magnezyumun qarşısına 2 düşdüyünü görürük. Normalda magnezyumun yanma istiliyi Q-dür. Yəni bu demək istəyir ki 24 qram, yəni 1 mol magnezyum yananda Q mol istiliyi ayrılır. Bəs 48 qram yananda nə qədər ayrılacaq? X qədər, təbii ki o da 2 dəfə çoxdur.
2Q qədər cavabımız olacaq C bəndi. 70-də hansı reaksiyada xlor yalnız reduksiya olunur? Bu halda biz onların oksidaşma dərəcələrinə diqqət etməliyik. Xlor, baxırıq burada, müsbət 5-dən gəlibdir -1-ə. Kükürt 0-dan gəlibdir müsbət 4-ə. Elə cavab A bəndindədir. Yalnız xlor reduksiya olunub. Cavab A bəndindədir, heç digərlərində yoxdur. B variantına baxsaq, xlor 0-dan bir dəfə -1-ə gəlir, bir dəfə müsbət 1-ə gəlir. Yəni hər ikisidir. C variantında yenə xlor 0-dan -1-ə və müsbət 1-ə gəlir, deyil. D bəndində xlor -1-dən -1-ə gəlir, heç dəyişmir. Y bəndində ümumiyyətcə oksidaşma reduksiya reaksiyası deyil. 71-ci suala baxırıq. Sxema uyğun reaksiya tənliyini müəyyən edin. Burada bir əvəz etmə görürəm. Siz də elə görürsünüzmü? C maddəsi gəldi, A maddəsini əvəz elədi. Əvəz etmə reaksiyası isə burada görsənir ki, Y bəndindədir. Magnezium gəldi, hidrogeni əvəz elədi. Sonra 72-ci suala baxırıq. Deyəsən bunu yazacaq, baxaq. X 2 valentli metaldırsa, Y-in oksidaşma dərəcəsini tapın. Okey. Deməli, X2, Y2 O7-dir. Oksigen -2-dir hər zaman. İstisna hallarımız var. Yadımıza salaq. Hidrogen, üzr istəyirəm, oksigen. Hidrogen peroksidlərdə -1, superoksidlərdə -2-də 1, ozonoidlərdə -3-də 1, florlu birləşmələrində isə müsbət 1 və müsbət 2 göstərir. Qalan hər yerdə bütün birləşmələrdə oksigen -2-dir. Burada da deyir ki, X 2 valentli metaldır. 2 valentli metaldır o deməkdir ki, bu birləşmədə o müsbət 2 oksidaşma dərəcəsindədir. Y-də bir A deyək, axtaraq, qayda qeyd etdiyim kimi, hər birini öz indeksinə vururuq, toplayırıq, bərabər edirik 0-a. Müsbət 4, üstə gələk 2A, çıxaq 14, bərabərdir 0-a. 2A bərabərdir müsbət 10-a, A da bərabərdir müsbət 5-ə. Bərabərdir müsbət 5-ə. Deməli, tapdıq ki, Y müsbət 5 oksidaşma dərəcəsindədir. 71 idi bu. Bir dəqiqə, 72 idi bu. 72 idi. 73-cü suala baxırıq. Deməli, bizə veribdir, bu birləşməyə vinil asetilin deyirlər. Yəni, maddələr tanımaq üçün sırf üzvü kimi gözləmək lazım deyil. Burada biz hamısını işləyirik ki, sürətli təkrar getsin. Bu maddənin adı vinil asetilindir. Bu isə vinil, bu isə asetilin ifadə edir. Molekulda hibrid orbitalların cəmini müəyyən edin. Yadımıza salırıq. Əgər bir karbonun ətrafında 2 pi rabitəsi varsa, həmin karbon sp hibrid halındadır. Əgər bir karbonun ətrafında 1 pi rabitəsi varsa, o sp2 halındadır. Əgər bir karbonun ətrafında ümumiyyətcə pi rabitəsi yoxdursa, o karbon sp3 hibrid halındadır. Ətrafında dediyimiz bir istiqamətində yox, 360 dərəcə ətrafındadır. İndi baxırıq. Birinci karbonun ətrafına 2 dənə pi rabitə düşür. Burada 3 qat var. Deməli, bu sp-dir. İkinci işimiz, ikinci karbonda yenə 2 pi rabitəsi gördük. Bu da sp-dir. Gəldik digər karbona. Burada bir tərəfində 1 pi rabitəsi var. Bu sp2-dir. Həmçinin digər karbonda sp2-dir. Buradakı tək qatlı rabitəni niyə nəzər almadıq? Yalnız sigma rabitə hər tərəfi sigma olarsa nəzər alınacaq. Əgər bir tərəfində pi rabitəsi varsa, o pi rabitə öz üstünlüyünü orada göstərmiş olur. Yəni, hibridləşmədə öz ağırlığını belə deyək də ortaya qoymuş olur. Deyir ki, burada hibridləşməyən var. Nə olsun orada sigmanı görürsən? Sigma rabitə hər zaman ilk yaranan rabitədir. Pi rabitə ikinci dərəcəli yaranan rabitədir. Elə bir birləşmə, elə bir rabitə yoxdur ki, deyək ki, burada pi var, amma sigma yoxdur. Elə söhbət yoxdur. Birinci sigma yaranacaq, ehtiyac olursa pi yaranır.
və pi rabitəsi sigma rabitədən daha davamsızdır, tez qırılır. İstər sigma, istər pi rabitə yaranarkən 2 elektron iştirak edir. Hər birindən biri gəlir, hər atomdan bir elektron iştirak etmiş olur. Və bizim yuxarıda qeyd etdiklərimiz SP, SP2 ki var və yaxud qeyd etmədiyimiz, dediyimiz SP3 bu hibridləşmədə iştirak edən orbitalların adını və eyni zamanda sayını göstərir. SP o deməkdir ki, burada 1s, 1p orbitalı iştirak elədi. Yəni hər SP-də 2 orbital. Burada da 2 orbital iştirak elədi. SP2 o deməkdir ki, burada 1s, 2p orbitalı iştirak elədi. Toplamda 3'ü hibridləşdi də. 1s, 2p. Həmçində digərində 3'ü. Ümumilikdə hibrid orbitalların cəmini tap deyirsə, bunu toplayırıq. 4, 6 edər 10. C variantı. Bəzilərinizə bu danışdıqlarım uzun-uzadı, sıxıcı gələ bilər. Çox normaldır. Amma mən maksimum səviyyədə məlumatsız yoldaşlarımız üçün izah edirəm ki, elə yoldaşlarımız var, sırf bu dərsdən öyrənəcəklər. 74-də baxırıq. X-in Y ilə əmələ gətirdiyi birləşmənin formulunu və birləşmədə kimyəvi rabitənin növünü müəyyən edin. Biz baxırıq elektron formullarına. X-in elektron formulu 3s1 şəklindədir. Bu demək ki, bu metaldır. Bir məna. Sonluğu 1, 2, 3 elektron olanlar metaldır. İstisnalar var. Hidrogenli məsələn, bordu, qeyri-metaldır, helyumdur, qeyri-metaldır. Bir dənə qayda deyəcəm sizə, bəlkə elə yadınızda qalar. 3s2, 3p4. Bu isə qeyri-metaldır. Belə bir xarici formula sizə veriləndə, dövrün nömrəsindən qrupun nömrəsinə çıxın. Əgər müsbət ədəd alınırsa, bu metaldır. Mənfi ədəd alınırsa, bu qeyri-metaldır. Əgər 0 alınırsa, bu amfoter metaldır. Yəni, bunu qardaş-qardaşa deməz. Mən sizə deyirəm. Tutaq ki, əmin olmadığında, bu görəsən, ay Allah, metal idi, yoxsa qeyri-metal idi, tutmadın söhbət. Onda dövrün nömrəsindən qrupun nömrəsini çıx. 3-dən 1-i çıxdın, müsbət 2 elədir. Deməli, metaldır. Heç düşünməyə dəyməz. 3-dən 6-nı çıxdın, mənfi 3 elədir. Deməli, bu qeyri-metaldır. Heç düşünməyə dəyməz. Məsəl üçün, o bor dedim, boru ki, belə göstəririk də, o 2s2, 2p1. Deyirsən ki, xaricində 3 dənə elektronu var da, düzdür. Aha, indi bu metaldır, yoxsa qeyri-metaldır. Mən nə düşünüm? Axı, biz demişik, bunlar metaldır. Onda 2-dən 3'ü çıxırsan. Mənfi 1 alın daxı. Deməli, bu qeyri-metaldır. Nə olsun ki, xaricində 3 elektronu var. Bax, belə ipucu verdim sizə. Sonra 0 da alınırsa, bu amfoter metaldır. Məsələn, alüminium. Yoxlasaz, berilium. Amfoter metaldır. Belə çıxır. Burada həmçinin metal və qeyri-metal olduğunu gördük. Burada valentlik məsələsi də var. Bir reallıq var ki, yoldaşlar, metal və qeyri-metal birləşmələrində qeyri-metallar metallardan elektron almaq üçün heç bir həyəcanlanmağa ehtiyac görmürlər. Həyəcanlanma yaşamırlar. Və onların sabit halda neçə dənə tək elektronları varsa, sadəcə o tək elektronları cüt vəziyyətinə gətirirlər. Onun üçün də metaldan elektron qəbul edirlər. Yəni, metal qeyri-metal münasibətində həyəcanlanan metaldır. Qeyri-metal həyəcanlanmadığı üçün onun tək elektronların sayı dəyişmir. Və biz baxırıq nəyə? Burada qeyri-metalımız Y-dir. Y-in tək elektronu neçə dənədir görəsən? Bir yolu odur ki, 3s2, 3p4-dür də. Normalda bu p-də 6 elektron olmalıdır maksimum. Çatışmayan 2 dənə elektron varsa, deməli o 2 elektron da tək-tək qalıb da. Onlara elektron çatmır. Belə düşünə bilərsiniz. Bir də yaza bilərsiniz. Açıq formada yazdınız. 3s2, 3p4-dür. Düzdür. P-də elektronları əvvəlcə tək-tək yazırsınız. Artıq qalanı soldan başlayaraq cütləşdirirsiniz. Göründü ki, 2 dənə elektron həqiqətən də təkdir. Deməli, Y 2 tək elektronu ilə bu rabitənin yaranmasına iştirak edəcək və o da onu 2 valentli edəcək. Y özünü 2 valentli, X isə varı yoxunsda bir dənə elektronu var, ondan da 1 valentli göstərir. Və formulumuz nə olacaq? X ilə Y yazdıq yanaşı, valentliklərin yazdıq üstünə və çarpaz şəkildə indiririk bir-birinin ayağına.
olur X2, Y. Bu belə. Bir metal qeyri-metal arasında yaranan rabitə isə hər zaman olar ion rabitəsi. Ona görə cavabımız oldu nə? A variantı. 74 oldu A variantı. 75-ci suala baxırıq. Kimyəvi hadisələri seçməliyik. Neftdən benzinin alınması fraksiyalı distilli üsuluna dayanır. Bu da fiziki bir hadisədir. Deməli, burada heç bir kimyəvi hadisədən söhbət getmədi. Biri çıxdıq. Sudan oksigenin alınması. Suda oksigeni almaq üçün biz kimyəvi reaksiyaya aparırıq. Oradan tərkibindən, suyun tərkibindən ən azından elektrik cəryanı keçiririk. Sudan oksigenin alınması kimyəvi hadisədir. 2-ni götürəcəyik. Dəmirin əriməsi, bu ərimələrin hamısı fizikidir. Çıxdıq. 1 ilə 3 cavablardan çıxın. Cavab çıxdı. Qırmızı fosforun ağ fosfora çevrilməsi bu bir kimyəvi prosesdir. 2, 4 cavabları çıxaraq da işləyə bilərsiniz. Amma axırını yoxlamaq şərti ilə. 76-da birləşmələrdə X-in kütlə payını azalma sırası. X-in kütlə payının azalma sırası. Bunu gözə yarı tapmaq olarmı? Bu sual mənim xoşuma gəlmədi. Niyə? Çünki bizə başqa şərt vermir axı. X-in, Y-in kütləsi hansı nisbətdədir? Kim çoxdur? Amma məntiq olaraq baxsaq, bəlkə məntiqdən bir şey çıxardaraq bir baxım. Deməli, birincidə X-in kütlə payındır. Birincidə 3X-i bölürük. 3X plus 4Y-in cəmini. İkincidə 2X-i bölürük. 2x üstə gələk 3y-in cəmini. Üçüncüdə x-i bölürük x ilə y-in cəmini. Onda belə çıxır ki 2x, 2y. Burada 1y artıq qaldı. Burada da 1y artıq qaldı. Və bu sual düz gəlmir də. Mən buradan sadələşdirmək mi aparsam 3x plus 3y plus y kimi. Burada 2x plus 2y plus y kimi. Burada da x plus y. Bu düzgündür. Bu sualın ümumiyyətcə düşünürəm cavabı yoxdur. Niyə? Çünki x, y-in kütlələri barədə heç bir fikir yoxdur. Burada kütlə payı bizdən hansı məntiqlə soruşa bilər ki? Azalma sırasını özü deyir. Məncə burada heç bir düzgün məntiq yoxdur. Amma onlar fikir yürüdərək 3-dən aşağı götürəcəklər. 3-1-2 şəklində. Amma yəni bunun heç bir doğru cavabı yoxdur. Yəni bu yanlış bir fikirdir. Bunu izah etmək mümkün deyil. Sualın şərtində problem var. Şərt yanlışdır. Birləşmədə x-in kütlə payının azalma sırasını nə x haqqında var, nə y haqqında bir fikir var. Ümumi buna nəzərən götürürsə, buradan kim nə açıqlaya bilər ki? Yəni biz x-in, y-in kütləsi barədə heç bir fikrə sahib deyilik. Məncə burada bir yanlışlıq var. Düşünürəm ki, burada bir şey alınmaz. Amma bunlar zənnimcə burada A variantını nəzərdə tutublar. Yəni gözə yarı belə bir şey. Amma yəni məncə yanlış fikirdir. Burada heç bir dəqiq bir məlumat yoxdur. 77-ci suala baxırıq. Atom modeli verilmiş element üçün doğru ifadələr müəyyən edin. Valent elektronların sayı 2-dir. Valent elektronu xarici təbəqədəki elektronlardır. Xarici təbəqədə də biri burada, bir də burada həqiqətən 2 elektronu var. Deməli bu düz. Nüvəsində 14 protonu var. Ümumi saymaq lazımdır. 2, 8, 10, xaricində də 12. İkisi varsa toplam oldu 12.
12 elektronu varsa, söhbət bir atom modelindən gedirsə, deməli bu neytral atomdur da. Əgər bu atom neytral olmasaydı, bu ion modeli verərdi bizə. Xaricində bunun biz 12 elektronun müşahidə ediriksə, deməli bunun nüvəsində də 12 protonu var. Yəni 14 proton fikri yanlışdır. Normal halda cütləşməmiş elektronu yoxdur. Elə görünür. Niyə? Çünki 2 elektronu varsa, 3-cü təbəqə 3s2-dir. O da cüt şəkildədir. Cütləşməmişi yoxdur. Qeyri-metaldır. 2 elektronlu olana biz qeyri-metal demirik. Onlar metallardır. 1, 3 oldu A variantı. 78-ci suala baxırıq. Air X A olarsa, Y-in nisbi atom kütləsini hesablayın. Aha. X2O, YS2. Baxaq. Deməli, X2O kütləsi M-ə bərabərdir. X-a deyir ki, 2A qədərdir kütləsi. Okey. 2A-nı, yəni bir A-dır, vurdum 2-yə. Üstə gələ 16 bərabərdir M-ə. YS2 üçün deyirik ki, Y-in kütləsi üstə gələk S-in kütləsi 2 vur 32, yəni 64 bərabərdir M üstə gələ 26-ya. Düzdür? İndi bax, biz M-in, Y-in kütləsini tapmaq üçün M-in bax bu qiymətini burada nəzər alacaq. Onda Y bərabərdir. M-in yerinə yazıram. Onda birbaşa belə yazmalıyıq. Tez yazmayayım da. Üstə gələk 64 bərabərdir. M-in yerinə yuxarıdakini yazıram. 2A üstə gələk 16, üstə gələk 26. Belə olsun. Y bərabərdir. 2A, 16 ilə 26-nın cəmi 30, 42-dər. Üstə gələk 42, çıxaq 64. O da bərabərdir 2A çıxaq 22. Oldu Y variantı. 79-cu suala baxırıq. 73-ə baxdıq. Biz 78-ə baxdıq. 79 hardadır görəsən? Hə. 79-a baxırıq. Deməli, 2 litrlik qabda baş verən suyun alınması reaksiyasının 5 saniyədən sonra hidrogenə görə orta sürətini hesablayın. Sərf olunan oksigenin kütləsini verir bizə 2 litrlik qabda. Oksigenə görə sürəti taparıq, sonra onu hidrogenə görə müəyyənləşdirərik. Deməli, oksigenin sərf olunan kütləsinə baxıram 24-dən 8-ə. 24-dən başladı, 8-də dayandı. Bu o deməkdir ki, 16 qram oksigen sərf olundu. Düzdür? Söhbət 79-dan gedir. 16 qram oksigen neçə mol deməkdir? 0,5 mol deməkdir. Bizim də sürət düsturumuzda V bərabərdir. Delta nü bölünsün. V vurulsun delta taudur. Onda bizdə belə olur ki, 0,5 bölək 2 vuraq 5. Elədir 0,5. Deməli, bizim oksigenə görə sürətimiz 0,5-dir. Elədirsə, hidrogenə görə tapırıq ki, normalda deməli 2 hidrogenə 1 oksigen uyğun gəlirsə, X-a da 0,5-dir. X-a bərabərdir 0,1-ə. O da oldu Y bəndi. 80-də tarazlıqda olan hansı reaksiyada təzyiqi artırdıqda reaksiya məhsullarının miqdarı azalar. Yəni, təzyiqi artıranda tarazlıq sola yönələr. Onu demək istəyir. Biz də bilirik ki, təzyiqi artıranda qazların həcmləri harda azdırsa, ora doğru yönəlir. İndi biz ona baxaq ki, solda həcmlər daha az olsun. Solda həcmlər az. Burada 3-dür, burada 2-dir. Burada 2-dir, burada 4-dür. Cavab artıq məlumdur. Amma davam edək. 2-dir, 2-dir. 5-dir, 4-dür. 3-dür, 2-dir. Cavab məlumdur, B variantı. Solda həcm sağdakindən daha azdır. Ona görə təzyiq artıranda reaksiya sola yönəlmiş olur və məhsulların miqdarı azalmış olur. 80-də cavab oldu B. 81-də neytral X atomunda normal halda cütləşməmiş elektronların sayı ümumi elektronların neçə faizini təşkil edir? Neytral X atomunda normal halda cütləşməmiş elektronların sayı
ümumi elektronların neçə faizini təşkil edir? Baxaq, bunu həll etməyimiz vacibdir. X2 müsbət var bizdə və bir də S16 2 mənfi var. Elektronların sayı burada A qədərdir. Biz bilirik ki, 2 mənfidirsə, bu 2 elektron qəbul edib deməkdir. 18. Yəni A bərabərdir 18-ə. 18-in yerinə yuxarıda nəzərə alsam, bu A üstə gələk 5 daxı. 18 üstə gələk 5 bərabərdir 23-ə. Deməli, X-in elektron sayı hazırda 23-dür. Bu 2 elektron itirib 23 olubdur. Deməli, özü 25-dir. Düzdürmü? Deyir, normal halda cütləşməmiş elektronlarının sayı. X 25-dir. 2, 8, 8, 2, artıq qalan 5 dənə gəldi bura. Sonluğu olur 3D5, 4S2. D-dəkilər təkdir. Baxsaq, 1, 2, 3, 4, 5. Tək-tək yerləşirlər D-dəkilər. S-dəki isə cütdür. Deməli, tək elektron deyirsə, cəmi sayı oldu 5 dənə. Deyir, bu neçə faizini təşkil edir? Ümumi elektronlarının 5 dənə təki var, ümumi isə 25-dir. Vururuq 100-ə, bu da edər 20%. Cavab olur B variantı. Seksen 2'də ikinci və üçüncü dövr elementlərinin bir hissəsi verilibdir. X-in 5 valent elektronu var. 5 valent elektronu var. O deməkdir ki, bu 5-ci qrupda yerləşir. X və Y elementlərin əmələ gətirdiyi birləşmənin 1 molda protonların mol sayını müəyyən edin. Deməli, X-ə deyirsək ki, bu 5-ci qrupda yerləşir. Və sıra nömrəsi özür istəyirəm, dövrü ikinci dövrdürsə, bu 2S2, 2P3-ə sahibdir. Önündə də bunun 1S2 var. Ümumi elektron sayına baxsaq, elədi 7. Y üçün nə deyəcəyik? Y yerləşir harada? 5, 4, 3, 2-də. Y də yerləşir, deməli 3, S2-də. Biraz kənardan yazım. Yerləşir 3, S2-də. Deməli, bundan əvvəl nə var? 1S2, 2S2, 2P6, sonra gəlib 3S2 oldu. Deyir, X, Y elementlərin əmələ gətirdiyi birləşmənin. Bunun X-in 5-ci qrupda yerləşdiyini bilirirsək, onun tək elektronları olur 3 dənə. Deməli, bu birləşmədə olacaq 3 valentli. Y isə metaldır, birləşmədə olacaq 2 valentli. Onda oldu Y, X birləşməsi və Y3, X2. Formula oldu belə. Sonra bizə deyir ki, ümumi elementlərin əmələ gətirdiyi birləşmənin 1 molda protonların ümumi sayını. Elektronların sayı neytralda onların protonlarının sayına bərabərdir. X-də 7-dir, Y-də isə olur 12. Sonra nəzərə alırıq. 12 vuraq 3, üstə gələk 2 vuraq 7. Bərabərdir. 36 üstə gələk 14, 40, 50. C var. 83'də M-N fərqini istəyir. Molekulunda olan elektronların ümumi sayıdır. Deməli, H2SO4 bir də H2O. H2SO4-də elektronların sayına baxırıq. Hidrogində 2, kükürddə 16, oksigenin birində 8-dir, 4-ündə isə 32-dir. Əslində bunu çıxaraq da eləyə bilərik. Qoyun deyəcəm sizə necə. Bu cəmi elədi 48, 50. Bir də suda 2 üstə gələk 8, 10. Bunların da fərqi elədi 40. Bunu bildik. Çıxaraq necə eləyirik? Bu tip maddələri verirlər. Çox çətinə düşməyə ehtiyac yoxdur. Vaxt itirməyəsiniz deyə. Orta olanları çıxın. Hidrogenlər var, çıxdınız. Fərq tapırıq da zaten. Oksigenin biri getdi, qaldı 3'ü. Deməli, biz ancaq SO3'ü hesablasaq, kifayət edəcək. S-də var 16, burada da oksigenində də 24, 30, 40.
Gördünüz? Belə də cavab çıxırmış. 84-ə baxıram. Yoruldum. Nə qədərdir bu? 90-a qədər. 84. Yenə x2, 3y2 reaksiyanı verir. Deyir ki, y2-yə görə sürəti 0,3-dür. 10 saniyə ərzində 2 litrlik qabda baş verən reaksiya zamanı neçə mol x-y3 alındığını hesablayın. Onda biz belə edək. X-y3-ə görə sürətini hesablayaq. Y2-nin əmsalı 3-dür. Düzdür. Digərinin əmsalı 2-dir. 3-ün 2-yədir. O zaman 0,3-ün 0,2 olmalıdır. Deməli, x, y3-ə görə sürət 0,2-dir. Nə gözəl, sürət 0,2-dir, bərabərdir. Nə qədər sərf olunduğunu istəyir. Nü qalsın yerində, həcmin yerinə yazıram 2, taunun da yerinə yazıram 10. Bu bizim bayaqda yuxarıda qeyd etdiyim V bərabərdir, delta nü bölünsün, V vurulsun, delta tau düsturudur. Bayaq qeyd etmişdim deyə burada yazmağa gərək görmədim. Nü bərabərdir 4. Tardı getdi. Hamısını vuruq bir-birinə. Oldu 4. Deməli 4 mol sərf olunmuşdur. 85-də XO4 2 mənfi iyonda 50 elektron var. Əslində bildiyi 50 elektron kimdə var? Bayaq da burada gördük. H2SO4-də idi. Deyir ki, X3-ün hansı ifadələr doğrudur? 3-cü dövrün əsas yarım qrupu söhbət X-dən gedir. Neysə, yenə də biz bunu tapaq. 85-dən XO4 2 mənfi. Toplamda 50 elektronu var. Yəni X-in neçəsi var bilmirəm. Amma oksigenin 8 vuraq 4. Üstə gəldə ümumi iyonun 2 elektronu var. Toplam elə də 50 elektron. X bərabərdir 50 çıxaq 34. Oy, çıxaq deyib bərabər yazan adam. O da bərabər eləyir 16-ya. Deməli, x 16-dır. X 16-dırsa, görək bu x harada yerləşir? 2, 8, 6. Yəni 3s2, 3p4. Üçüncü dövrün əsas yarım qrup elementidir. Bəli, görsənir ki, üçüncü dövrün əsas yarım qrup elementidir. Normal halda 4 ədəd cütləşməmiş elektronu var. 3p4-dürsə, bu deməkdir ki, normalda onun 3 dənə tək elektronu ola bilərdi, p3 olsaydı. P4 olması o deməkdir ki, təklərdən biri getdi. Onun 2 dənə təki qalmış oldu. Dəqiqləşdirmək üçün göstərək. Bu şəkildə əvvəlcə 3-ü tək-tək, biri də buradan yenə 2 dənə təki qalmış oldu. 4 ədəd tək yanlış fikirdir. Valent elektronlarının sayı bütün elektronların sayından 10 vahid azdır. Valent elektronların sayı 6-dır. Xaricindəkindən söhbət gedir. Ümumi 16 dənə elektronu var. Həqiqətən də 10 vahid daha azdır. Bu doğru fikirdir. S orbitallarında 8 elektronu var. Xeyr. Burada 2, 2, 6, 2, 4. S elektronları cəmi 6 dənədir. Cavab oldu 1 və 3. 86-ya baxırıq. Yalnız polyar kovalent rabitəli birləşmələri müəyyən edin. Polyar kovalentlər hansıları idi? Öz aralarında, yəni eyni element atomlar arasında rabitəsi olmayanlar, metal qeyri-metal arasında rabitəsi olmayanlar, yalnız və yalnız qeyri-metallar arasında rabitə yaradanlar. Fərqli qeyri-metallardan söhbət gedir. Burada A variantını götürməyəcək. Niyə? Çünki burada karbonlar arasında da əlaqə var. Ona görə A-nı götürmürük. Orada yalnız polyar deyil. Qeyri-polyar da var. İkincidə amma, bəli, hamısı polyardır. Üçüncü tamamilə qeyri-polyardır. Dördüncüdə, baxın, karbon, oksigen, oksigen bu şəkildədir. Rabitələr hamısı polyardır. Amma molekul ümumilikdə qeyri-polyardır uşaqlar. Kalium OH-da da ki, burada metal var ümumiyyətcə. Burada polyar, yalnız polyar deyə bilmərik. İyon rabitəsi var. Doğru cavab oldu 2 və 4. 87-yə baxırıq. Molekulunda kimyəvi rabitələrin əmələ gəlməsində iştirak edən elektronların sayı. Aha, burada elektronların sayını necə tapa bilərik? Bunları açıq formada da yazmaq mümkündür. Qapalı da yazmaq mümkündür. Açıq yazaq təklif edirəm ki, birinci elə A maddəsi budur.
Burada 4 elektron, daha doğrusu 4 rabitə var. 4 rabitənin hər biri 2 elektrondan yaranıbsa, deməli 8 elektron iştirak etdi. A gəldi 3-cüyə. B-yə baxıram. CO. Bu 3 qat rabitədir. Burada 3 vur 2, 6 elektron iştirak elədi. Onda B gəldi bura. NH3-də azot, belə hidrogenlərdə belə göstərək. 3 rabitəsi var. 3 vur 2, elədi 6. Deməli, C də gəldi ikinciyə. Suya baxırıq. 2 rabitəsi var. 2 elektrondan oldu 4. D gəldi birinciyə. Oksigenə baxırıq. 2 rabitəsi var. 2 elektrondan cəmidir 4 elektron. O da gəldi birinciyə. Deməli 1 D'yi, 2 BC, 3 isə A oldu. Sonra gəldi 88-ci sual. Nüvəsində 35 protonu olan elementin normal halda cütləşməmiş elektronlarının sayını və bu elementin dövr sistemində dövr və qrup nömrəsini yazın. Yazaq. Hər hansı bir X elementidir. 35 protonu varsa, normal halda elektron sayını da deməli 35-ə bərabərdir. Onda qeyd edirik 2, 8, 8, 2, hələ elektronumuz var axı. 20-sini yazdım. Bura 10 əlavə edirəm. Qaldı nə qədər? 5 dənə. O 5 dənə hara gələcək? 4-cüyə əlavə olunacaq. Artıq bizim 3-cü təbəqəmiz tamamilə dolub. 4-cümüz də elektron götürdüyünə görə bizim xaricimiz olur 4s2, 4p5. Bu şəkildə. Deyir ki, cütləşməmiş elektronlarının sayını. Onu da mən bunu belə yazaram. Orada siz açıq yazacaqsınız axı. Belə yazmaz. 4s2, 4p5. S-dəki cüt. P-də də 3 xanadır. Əvvəlcə tək-tək doldurursunuz. Sonra bu şəkildə qeyd edirsiniz. Açıqlama hissəsində də nə qədər ətraflı yazsaz, o qədər yaxşıdır ki, xarici elektron təbəqəsinə qədər. Onsuz da bütün elektronlar cütləşmiş şəkildə yerləşirlər. Xarici elektron təbəqəsinə nəzər salsaq, görürük ki, 4s2, 4p5-dir və S-dəkilər cüt şəkildə, P-dəkilər isə 6 olmasına 1 elektrona çatmadığı üçün 1 elektron tək cütləşməmiş vəziyyətdə qalır. Birinci sualın cavabı buradadır. İkinciyə deyir ki, dövr və qrup nömrəsini göstərin. Dövr nömrəsi yazırsınız 4-cü dövr, dövr nömrəsi. Söz olaraq da yaza bilərsiniz. Dövr nömrəsi 4. Qrup nömrəsi isə üstlərinin cəmi, deməli 7. 7-ci çiyini niyə yazıram ki? Axı yazılmır şeydə. Qrup rəqəmindən sonra. 7-ci qrup. Hələ böyrünə əsaslı yazsız oldu. Əla. 89-cu suala baxırıq. Xlor atomunun birləşmələrə uyğun qısa elektron formulu. Biz bunu onun oksidaşma dərəcəsinə görə müəyyən edirik uşaqlar. 89-da. H-xlor O2 və xlor 2 O7-dən söhbət gedir. Burada xlorun oksidaşma dərəcəsinə baxsaq, müsbət 3-ə bərabərdir. Burada isə müsbət 7-yə bərabərdir. Bu deməkdir ki, bu xlor 3 elektron itiribdir. Xlorun sıra nömrəsi 17-dir. Bu 3 elektron itiribdir. Bu isə 7 elektron itiribdir. Ona uyğun qururuq. Onda belə olacaq 2, 8, 10. Burada 7 olmalıydı, düzdür. Olur neçə? 3'ü gedəndən sonra 4. 2, 8, 4. Burada isə olur 2, 8. Xarici elektron formunu qrup. Xaricində xlor 17 3 müsbət üçün olacaqdır. 4 elektron var görürsünüz. Olur onda 3s2, 3p2. Sonra o birisi də xlor 17, 7 müsbət üçün isə olacaqdır. 2s2, 2p6. 90-cı suala baxırıq. Qrafikə əsasən M'i və artıq qalan hidrogenin mol sayı. Suyun əmələ gəlməsi var. Oksigen və hidrogeni bərabər kütlədə götürür.
Okey. Reaksiya yazaq. Əmsallaşdıraq. Reaksiya daxil olan kütlələrə baxırıq. 4 qram hidrogen daxil olur. Normalda 32 qram oksigen. Və bu zaman artıq qalma nə qədərdir? 28 qram. Hidrogendən artıq qalma 28 qram olur. 32 qram oksigen daxil olanda və alınır o zaman 36 qram su. 32 qram oksigen daxil olanda 36 qram su alınır. Bizim qrafikimizdə görsənir ki, 16 qram oksigen tamamilə reaksiya daxil olub. 16 qram daxil olanda X olacaq. X də bərabərdir yarısı 18 qram. Deməli, əmələ gələn suyun kütləsi, yəni burada M bərabərdir 18-ə. Artıq qalan hidrogenin mol sayını deyir. Ona da baxaq. Onda belə deyəcək ki, 32 qram oksigen sərf olunanda reaksiyaya 4 qram hidrogen girir və yaxud da və elə belə gedək, sonra mola keçərik. Belə daha rahat. 16 qram girəndə isə təbii ki 2 qram sərf olunmuş olacaq. 16 qram başlanğıcda götürmüşdük. 2 qram sərf olundu. Qaldı 14 qram hidrogen. 14 qram hidrogendən neçə mol eləyir? Bunun 1 molu 2 qramdırsa, X molu 14 qramdır. X də bərabərdir 7 mola. Deməli, buradan da hidrogenin mol sayı çıxdı 7. Belə. Bu sınaqdan bu qədər. Növbəti izahlarda görüşənədək.